Salam. Bugün LeetCode'da 14-cü sualın olan longest common prefix sualına baxacağıq. Sualda bizə nə istəyir? Elə bil ki, bizə bir neçə dənə söz verib və bu sözlərin hamısının əvvəlindən başlayan və hamısında ortaq olan hissəni bizdən tapmağımızı istəyir. Bu nə deməkdir? Yəni, məsələn, flower, flow və yaxud da flight sözlərində ortaq olan hissə hansıdır? FL hissəsidir. Bunları necə tapırıq? Baxın, bu flow, məsələn, bu ikisində ortaq gəlsə belə, artıq bu üçüncüsündə flow yox, fli olmuş olur. Yəni, orada i dəyişir. Deməli, burada ortaq prefiks hansıdır? FL. Hamısının önündə var. Bundan əlavə olaraq, bir də ikinci bir nümunə verib bizə. İkinci nümunə də nə deyir? Deyir ki, əgər ortaq prefiks yoxdursa, heç birində, o zaman artıq mənə boş bir string qaytarın deyir. İndi biz birinci olaraq bu sualı necə əldə etməliyik? Başlıca olaraq ilk etməli olduğumuz şey prefiks üçün başlanğıc söz təyin eləməkdir ki, bu sözlərin hansını prefiks üçün başlanğıc söz təyin eləmək lazımdır. Əgər bu sözlərin ortaq başlanğıcı varsa, bu mütləq birinci sözün içində olacaq da, ilk gələn sözün içində olacaq. Ona görə məsələn biz yazanda götürüb flower sözünü prefiks kimi götürə bilərik. Sonra flower sözünü götürəndən sonra başlayarıq digər sözlərlə bunu müqayisə eləməyə. Məsələn, tutaq ki, flower'ı götürərik, flow-la müqayisə edərik. Ortaq hissə hansıdır? Flow. Ondan sonra onu götürüb flight-la müqayisə edərik. Artıq orada flight, flow ortaq hissəsinin şərtini ödəmədiyi üçün, içində flow prefiksi olmadığı üçün, ona görə məcbur prefiksi bir dəfə də azaldarıq və bu zamanda artıq FL olmuş olar. Bizə qalan nə olur? Ona görə bunun indi kodun yazaq bir dənə baxaq. Gəlin başa. İlk olaraq yazıram ki, if əgər stringin mənim aldısa və yaxud da və yaxud stringin uzunluğu sıfıra bərabərdirsə, length bərabərdir sıfıra. O zaman direkt də ikinci bizdən istədiyi şərti qaytarırıq. Boş bir dənə massiv veririk buna. Return yazırıq. İndi isə keçək əsas kodu yazmaq istədiyim hissəsinə. İndi bayaq dedik ki, prefiks kimi ilk sözü götürürük. Çünki əgər ortaq bir prefiks varsa, bu mütləq ki, birinci sözün içində olacaq. Ona görə yazıram string prefiks bərabərdir. String neçəyə sıfıra. Saymaq sıfırdan başlayıraq. Məsələn, bu sıfırdır, bu birdir, bu ikidir. Ona görə burada sıfır yazdıq. İndi isə gələk bura. İndi birinci sözdən sonra qalan bütün sözlərin içini bir-bir gəzəcəyik də. Niyə? Çünki birinci sözü zaten biz başlanğıc meyar kimi götürürük. Ondan qalan sözləri gəzərək müqayisə edib artıq hamısında ortaq olan prefiksi tapmalıyıq. Məsələn, yazıram for int i bərabərdir 1-ə. İkisi daha doğrusu stringin uzunluğundan. Bundan başqa da i plus. İndi gələk bura. İkinci olaraq nə etməliyik? Biz artıq sözlərin içini bir-bir gəzirik. Bundan əlavə olaraq etməli olduğumuz şey odur ki, prefiks həmin sözün əvvəlində olduğu müddətcə biz davam etməliyik də bunu gəzməyə. Əgər uyğun gəlmirsə, prefiksi bir hərf qısaltmalıyıq. Sən bunun üçün yazıram while aşağıya keçərik. İndi prefiksi bir hərf qısaltmağa başladıq. Bundan əlavə olaraq biz bir dənə substring yaratmalıyıq. Substringin içərisində də sözün sıfırıncı indeksindən n-ə qədər olan hissəsini götürməliyik. Onun üçün də yazıram prefiks bərabərdir prefiks nöqtə substring sıfırdan prefiksin sonuncu ədədinə qədər. Sonuncu ədədə necə tapırlar? Prefiks nöqtə length minus 1. İndi gələk bura. Bir də artıq etməli olduğumuz şey odur ki, prefiks artıq boşdursa, yəni ümumi bir başlanğıc yoxdursa, onda da təzədən boş
string qaytarmalıyıq. Boş array qaytarmalıyıq daha doğrusu. Nöqtə is empty və gəldən bura yazıram return. Bu qədər. İndi bundan başqa bir də sonuna bir dənə return yazaq. Nəyi return edirəm? Prefix bütün sözlər üstü uyğun gəlirsə, onu götürüb cavab kimi qaytara bilərik. Ona görə yazıram return prefix. Və indi bu kodu bir dənə işlədirəm. Error verdi. Burada niyə error verdi? Hə, linked olmalıdır. Burada da linked olmalıdır. Burada belə kiçik səhvlər gedib. İndi təzədən bir də işlədək. Yenə error verdi. Burada da çünki o səhvdir. Linked. Bu niyə error verdi? If prefix nöqtə is empty. Üçü düzgündür. Prefix nöqtə. Hə, grammatik səhvləri biraz çox etmişəm. Aha. Kodumuz çalışdı, normal. 2 üstəsiyanın ikisində düzgün nəticə qaytarır. Artıq bunu submit edək. Aha. Burada da görürük ki, kodumuz tam şəkildə və düzgün çalışır. Dinlədiyiniz üçün təşəkkürlər.